Davud peyğəmbərin Zəbur kitabı, ruhani nəğmələr, 74-cü məzmur. Ey Tarix, nə üçün bizi əbədə kimi buraxıbsan? Nə üçün qəzəbin öz otlağının qoyunları üstünə tutuşub? Qədim zamandan özünə aldığın cəmaatını xatırla. Satın aldığın öz mirasını, öz qəbiləni. Sakin olduğun bu Seyhun dağını, qədəmlərini əbədi viranələrə tərəf döndər. Düşmən müqəddəs yerdə olan hər şeyi aradan apardı. Düşmənlərin cəmaatı yığılan yerin ortasında nəhrə çəkdilər. Bayraqlarını zəfər əlaməti üçün diçdilər. O adamlara oxşayırdılar ki, ağacları kəsmək üçün balta qaldırdılar. Müqəddəs yerinin bütün oyma işlərini baltalar və çətuçlarla hamısını birdən sındırıb tökdülər. Sənin müqəddəs yerinə od vurdular. Adının sakin olduğu yeri toprağa çırpdılar. Ürəklərində dedilər, gəlin onları tamamən məhv edək. Ölkədə cəmaatın tarı üçün yığıldığı bütün yerləri yandırdılar. Əlamətlərimizi artıq görmürük. Daha peyğəmbər yoxdur. Aramızda heç kəs bilmir nə vaxta kimi düşmən sənə həqarət edəcək, ey Tarix. Məcər sənin adına xəzm əbədə kimi küf deyəcək. Nə üçün sağ əlini ciriyə çəkirsən? Onu qoynundan çıxart və onları məhv et. Ey Tarix, qədim zamandan beriyə padişahımızsan. Yer üzündə nəcat gətirən sənsən. Sən Dehnizi öz qüvvətinlə böldün. Dehniz əjdahalarının başını əzdin. Leuyatanın başını parçalayan sən idin. Sən onu çöl heyvanlarına yemək üçün verdin. Sən bulağı fışqırtdın, seli axıtdın. Həmişə axan çayları qurudan sən idin. Gündüz sənindir, gecə də sənin. Ayı, günü sən hazırladın. Yerin bütün sərhəddini sən qoyubsan. Yayı və qışı sən yaraldıbsan. Düşmənin necə sənə həqarət etdiyini xatırla ya Rəbb. Ağılsız xalqın sənin adına necə küfür dediyini, öz qumrunun canını vəhşi heyvana vermə. Öz fağırlarının həyatını əbədə kimi unutma. Əhdə bax. Çünki ölkənin hər qaranlıq yeri zülm yuvası olub. Qoyma məzlum adam utanıb geriyə dönsün. Qoy fağır və möhtac adam sənin adına həmd etsin. Qalx ey Tarix, öz davanı yerit. Ağılsız adamın bütün gün sənə həqarət etdiyini xatırla. Düşmənlərin səsini yaddan çıxartma. Sənin ziddinə qalxanların vəlvələsi daim çoxalır.